Elşad Kəlbəcərri yazır ki, ordum 44 günə bir dastan yazdı. Düşmən xülyasının nəzərini qazdı. Zəfər xəbərimiz dünyaya sızdı. Üç rəhli bayraqda gözlü qələbə, ən ülvi müqəddəs sözdü qələbə. Qarabağ yanğısı içləri yedi. Hər kəs şüşə dedi, Qarabağ dedi. Nə vaxtdan gözümüz yollarda idi. Həsrəti, hicranı çözdü qələbə, ən ülvi müqəddəs sözdü qələbə. O yaltaq yağlar, qorxaq çıçanlar, yurdumun başına oynasanlar, dəmir yumruğumu görüb qaçanlar, gördülər, odumda közdü qələbə, ən ülvi müqəddəs sözdü qələbə. Qələbə sadası sərhədlər açdı. Coşqun sellər təki çağladı, daşdı. Neçə ulus keçdi, ellər dolaşdı. Gün sağdı cahana, gəzdi qələbə, ən ülvi müqəddəs sözdü qələbə. Oxudu bülbüllər, açıldı güllər, qovuşdu yarına xarı bülbüllər. Yurda qədəm qoydu kiravan güllər. Elşad süngüsü ilə yazdı qələbə, ən ülvi müqəddəs sözdü qələbə, ən ülvi müqəddəs sözdü qələbə.